Əzzəmtü əleyhüm ya əhləl qubur. Kalkın ayağa! Ey ölüler! Xudavənd aləm, dirilt bu məzlumları. Çünki onlar sənin ölüm hökmünü sidq ürəklə qarşılayıblar. Qoy bu dünyaya ricət edib, sənə ibadət etsinlər. Qoy bu dünyaya ricət edib, sənin şəhərlərini abad etsinlər. Xudavənd aləm, dirild ölüləri. Xudavənd aləm buyurdu ki, kim ölüsüyle görüşmek istəyirsə gərək üst paltarını çıxarsın. Çünkü sizin paltarlarınızın üstünde min murdar həşərat yatır. Pak, ölülerle sizin görüşmeyiniz qeyri-mümkündür. Soyunun! Cemaat! Məyər eşitmədiniz ki, şeyh cənabları sizə nə buyurdu? Soyunun da! Cemaat! Atın libasları tongala! Koy bu libaslar ile yansın ki külü göğe sorulsun. Şeyh Əhməd, götür kağız qələmi. Herkes öz qohum əqrəbəsindən ölənlərin dirilməyini xahiş edir. Yaz ver mənə. Cemaat! Əgər kim öz ölülərinin ricatini, yani o dünyadan bu dünyaya gəlməyini istəyirsə, tələsmədən, növbəylə, bir mənə o rəhmətliklərin ismini desinlər, mən də onların adlarını yazım bu kitaba, sonra da onu çatdırım şeyh cənablarına, o da ki sizin ölüləri dirilsin. Sabir! Ya məşərəl İslam! Səbr edin ey müsəlmanlar! Gedin. Kişi hirslənib, səbr edin, gedin. Hacı Hasan ağa, ölenlerin adlarını bir söyle, Şeyh Əhməd yazsın.
Hacı Həsən ağa. Deginən ölülərimin adını yazın daha. Atam Hacı Mehdi. Allah rəhmət eləsin. Allah sizinkilərə də rəhmət eləsin. Allah rəhmət eləsin. Atan Hacı Mehdi. Anam Səkinə. Anan Səkinə. Bir oğlum Heydər. Bir oğlun Heydər. Qızım Sara. Hə, qızın Saurə. Onu yazma. Onu yazma, onu yazma. Kimdir diyen onu yazma? Şeyhane o ne lan? Sana ne aklı var? Şeyhane. O senin ayıp olmasın. Benim öğretim. Öbretinin dirilmesine razı değilsen? Yok, sözüm onda değil. Mesele orasındadır ki, o senenin kişi bacısı benim nişanlımdır. Ay. Mənə acıq gələn odur ki, eğer Hacı Həsən ağa düz adamdırsa, niye öz kardeşinin adını, Hacı Rıza'nın adını yazdırmır? Allahu Ekber. O sana borç değil. Benim doğma kardeşimdir. Özüm bilərəm yazdıraram, özüm bilərəm yazdırmaram. Yaxşı budur sen de, o şeyh həzrətləri de eşitsin. Ne için övrətin Sara'nın dirilməyinə razı değilsə? Çok mübahisə lazım değil. Hacı Həsən ağa, Bəli. de görüm ne sebebi kardeşin Hacı Rıza'nı yazdırmırsan? Şeyh həzrətləri, mənim qardaşım Hacı Rıza ağa düz 5 ildir ki ölübdür. O çoxdan çürümüş ola. Axı o necə dirilib gəlib adam olacaq? Nece çürüyüm? Kimdir onu çürüden? Sen Allah Teala'nın kudretini şekki getirirsen, onu çürüden yeniden dirildebilir. Hacı Həsən ağa, öz kardeşin paxıllığını o da elədi ki, ahırda yazıq kərriyib öldü. Allahu Ekber. İndi də Hacı Həsən ağa təəccüblənir ki, necə olur ki biz müsəlmanlara gözləyik. Hacı Həsən ağa, Bəli. yaxşı, eğer qəti qərara gelmemsen zeyb etmez. Get fikirləş.